Gözüne deri alır. Meseleteşinde rayonu ne havayı ne der? Bunun için mi sağlık? Şahirin sağlık. Her kəndin nümayəndəsi var. Daim yapır. Hörmətli kəndçilərim, hörmətli qonaqlar, hörmətli həmyerlərimiz. Bugün bizim bu məclisdə bizim elimizin, obamızın nümayəndəsi iştirak edir. Dilşad xanım bizim Quba rayonu üzrə Qərbi Azərbaycan İcmasının sədridir. Onu sizə yaxından tanış eləmək istəyirəm. Hamınız rəhmətlik Süleyman ağamı tanıyırdınız. Yəni Tağlar Süleymanı deyirdilər, ya değil mi? Onun Doktor Paşa'nın qardaşı. Onun bugün burada həm baldızı deyək, həm də oğlanlar iştirak edir. İkinizi de buraya dəvət edirəm. Pərvin Hanım, Pərvin de buraya çağır, dəvət elə. Sizi bizim bu gözəl məclisdə iştirakınıza görə, sizin ürəyinizin o təfərriyinə görə, sizi bir daha hamımız burada oturan yoldaşlar adından salamlayırıq. Sizə xoş arzularımızı çatdırırıq. Arzu edirik ki, bəxt dediyimiz kimi gələn bu vaxtı bu Novruz bayramını Qərbi Azərbaycanda hərə öz doğma yurdunda qeyd eləsin. Bəli. Buyurun Dilşad xanım, sizi xoş gördük. Çok sağ olun. Ben de bütün tədbir iştirakçılarını salamlayıram. Bayramınız da mübarək olsun. Ben çok şadam ki biz böyle güzel günde görüşdük ve tanış olduk. Benim valideynlerim 1948. yılda İrəvandan deportasiya olunublar. O zaman bəli, Bayram müəllim, atamgil. O zaman bir nəsli Mircəfər Bağırov yerləşdirib Qubaya. Mən özüm Qubada doğulmuşam, amma Qərbi Azərbaycanlıyam. Və bir gün də burada öz qohumlarımız, öz yerlilərimizlə tanış olduğuma görə çox sevinirəm. Və siz Qərbi Azərbaycanımızın Çəmbərək rayonunun Göl kəndindənsiz. Biz də İrəvanlıyıq. Allah can sağlığı versin. Yaxşı günlərdə görüşək. Nə zaman vaxtınız olsa Quba rayonuna da sizi dəvət edirəm. Allah ömür versin. Gün o gün olsun ki biz bu bayramı inşallah öz doğma vətənimizdə, Qərbi Azərbaycanda qeyd edək. Bir daha xoş gəlmişsiniz, bayramımız da mübarək. Dilşad xanım, çox sağ olun, təşəkkür edirik. Doğrudan da arzumuz, bugün qarşımızda qoyduğumuz məqsəd Qərbi Azərbaycana qayıdışdır. Həqiqətən də biz buna inanırıq və bilirik ki, bu mütləq bu ildə olmasa, gələn il olacaq, o birisi olacaq. Allah bizim hamımızın burada oturanlara qismət eləsin. Və sözü vermək istəyirdim, bizim Süleyman ağamın uşaqları burada iştirak edir, bəxt edim. Pərvin və Coşqun burada iştirak edir. Onları mən dəvət eləyəndə, inanırsınız, o ürəyin, o hissin həddi hüdudu yox idi. Həqiqətən də elə idi. Yəni, bunlara
belə nə dərdim, Rus dilində deyəcəm, vнимание göstərdiyimizə görə çox sevinirdi. Mən bunları çoxdan tanıyıram. Hələ Allah rəhmət eləsin atalarına, analarına. Mən onların evinə həmişə gedib gəlirəm. Yəni, həmişə deyəndə bir 6 il bundan qabaq burada Xaçmazda bağ alandan sonra həmişə buralara gəlirdim. Və Qərbin də bizim Quba şəhər rayonu üzrə kəndçilik fermer təsərrüfatında mühəndisdir. Həm də bu yaxınlarda Allah qoysa kandidatlıq zəşşət edəcək. O kandidatlıq zəşşət eləməyi də, yəni o qan, o kök Gölçəkdən gəlir. Gölçəkdən gəlir. Sizi bir daha bugün bizim məclisə gəldiyinizə görə təşəkkür edirəm. Sizi öpürəm. Sizə ailənizdə, bütün nəslinizdə hamınıza xoşbəxtlik arzu edirəm. Allah atana da, mamana da, Allah dönə-dönə rəhmət eləsin. Doğrudan da mən birinci dəfə sizə gələndə Paşa daim deyirəm, Süleyman daim çox belə nətərdiyimi nigaranlıqla belə qəbul elədi. Deyəndə ki, mən kimlərdən, nə bilim, hardan gəlmişəm. İnanın sizə o qədər belə sevindi ki, o qədər belə nətərdiyim, belə bir cürə çıxmasın, bəlkə də uzaqlaşmışdı mı deyim. Yəni bunu o qədər belə dəqiq ürək hissinlə qəbul elədi və sevindi ki, məni bugün yad eləyənlər kəndçimizin övladlarıdır. Sizə bir daha can sağlığı verirəm, deyirəm və ürək sözlərinizi ikiniz də deyə bilərsiniz. Xoş gördük. İlk növbədə təşkilatçılara öz minnətdarlığımı bildirirəm. Allah canınızı sağ eləsin, çox gözəl məclis təşkil eləmişsiniz. İndi yerdə qalanlara Allah can sağlığı versin, dünyasını dəyişənlərə Allah rəhmət eləsin. Rəhmətli kişi indi belə bir məclisi bayaq elə bir neçə dəfə görlərdi, çox istəyərdi. Çünki elindən obasından kənar düşmüşdü. İndi onun ruhu şaddır. Bugün biz sizin yanınızda iştirak edirik. Bizi də dəvət elədiyinizə görə sizə təşəkkür edirik. Çox gözəl bir gündə bizi dəvət eləmişsiniz. Elimizin Novruz kimi gözəl adətindən Novruz tədbirinə erişmişik. Bu bayramın bütün ailələrə, bütün Azərbaycan xalqına sevinç gətirməsini arzulayıram. İnşallah gələn bayramları, qarşımızda üzümüzə gələn bayramları qədim dədə-baba torpaqlarımızda keçirmək arzusuyla hər birinizin bayramını təbrik edirəm. Xoş gəlmişsiniz, bayramınız mübarək olsun. Hər vaxtınız xeyir olsun. Yasin əmi, çox sağ olun. Tahir əmi, çox sağ olun ki, məclisi təşkil eləmişsiniz. Sizə çox böyük minnətdarlığımızı bildirir. Siz həmişə bizi burada yad eləmişsiniz. Biz burada özümüzü qərib kimi hiss eləməmişik. Mən bir şey qeyd eləmək istəyirəm, zəhmət olmasa. Burada biz qiyabi tanısa da ayağını tanımamışıq. Ancaq bilirəm ki, burada hər kəs bizim qohumumuzdur. Biz Qubada qohumlarımıza baxmayaraq, ancaq biz Gölkən tərbiyəsini almışıq. Bunu bilirəm və hamını salamlayıram və demək istəyirəm ki, bütün qohumlarımıza. Biz Qubada yaşayırıq və hər birimiz sizin burada qohum olmağımızı qürur hususuyla və sizin qulluğunuzda durulmağımıza biz şad ola bilərik. Yəni, biz varıq burada, fəxrlə deyə bilərsiniz ki, orada bizim qohumlarımız var və bizi axtarıb tapıb qürurlana bilərsiniz. Sağ olun, var olun və yaxşı ki, varsınız. Bir daha təşəkkürlər, bir daha aplatismendir, nə deyirlər onu. Və Gülşət xanım, ürəyinizdən nə keçərdi? Zurnu ilə mı, aşıqla mı? Bəlkə biraz qəribsiz deyirsiniz, bilmirəm. Ürəyinizdən nə keçir? Onun nəməri məndən, oynamağı da sizdən. Olar mı elə bir şey? Buyurun. Aşıq. Problem yoktur.
Tahir də məni nə mənlə qorxusun, elə bir birinci gündür məni tanıyır.
Bak stol arkasında gruppa əyləşmişik. Hamımız bir yumurtalarla döyüşdürürük. Qulaq asın. Hansı stolda bir nəfərin yumurtası sağ qaldısa, o birisi stolla belə 5 nəfər. Neçə stoldur burada? 1, 2, 3, 4, 5, 6 stol. 6 nəfər. Kimindir? Seninki de kaldı. Onda sen buraya ortaya gelersin. Ha. Kimin 6 stol. 6 stoldan kimin yumurtası sağ kaldıysa o adamlar bir buraya çıkarlar. Ortaya. Merkeze. Buyurun. 5 gün önce bana bir Amerika'nın mutfağıyla anladın mı? Her yer bilmiyorum. Sen burada çağır. Şimdi ben dünya çekiyorum. Bu stoldan kim bana sağladı? Maraqlı buradadır ki, kimin yumurtası ağırda sağ qalacaqsa, onu çox böyük bir bədbəxtçilik gözləyir, xəbərimiz yoxdur. Çalışır qırdır. Gəl, buraya. Sen buraya. Buradan kim qələbə çaldı? Aflatunlarım, gəl buraya. Öyle değil. 6 stoldu, 6'sı da buraya yanır. Kim galiba çalırsa. Bu stoldan kim galiba çaldı? Ha? Gel. Buradan kim galiba çaldı? Ha, dövüştürün, tezini. Bizim bu stolda çok böyle muhteşem bir dövüş yeri. Dövüş yeri. Yani bir tanrı verdiğine gülaştıracak. Ne oldu? Ay, sen kalabalıksın. Gel oraya. Buradan kim oldu? Sen. Sen şöylesin ya. Ha. Şimdi. Hadi bir anlık sorun. Saçım amca. Gel buraya, sen mi kalabalıksın? Ha, memnun canım. Buradan başa düşmedim. Sen. Haydi. 6 stol kim qələbə çalacaqsa bütün burada olan xərclər hamısını ödəyəcək. İndi qorxularından hamısı qırdıracaq yumurtayı. Ahırda mən qalacam. Ahırda mən qalacam. Ben üstüne yazılmışım. Buyurun. Davay. Senin yerine falandan veren yazık olmuş. Sen de bilirsen bu yumurtanın sağlık havanı hara. Var. Onun ne dalı var. Biz ikimiz bir. Parmağımla ikimiz bir. İkimiz bir. Davay. Oldu. İkimiz bir. Yavaş. Bir dakika. Biraz eğ git. Ha? Eğ git biraz. Yok düz tut. Sonra da sen eğ. Bak. Sana ben düştüm. Bak kırdı. Bak gördün gitti. Sen gitti. Sana ben anlattım. Şimdi ikimiz. Ay yok eğ durma. Yavaş. Şimdi ikimiz. Böyle çekebilir. Böyle bir tane. Gel. Güzel. Sen de git. Ya da ben yine tokuştum. Sen kimle mi? Ağzından çok. Baktım yavrum. Ne yapalım yavrum? Senin haberin yok. Bu yumurtu tahtalar düzelttiği özde kaskalayıp getirdi. Senin
Ha yok da bir yere tuttu. Yok yok yok. Ben vururum. Sıvağını verin beni. Sen cavansan niye vurursan? Ya kaldır parmağını. Ha düz değil de burası kaldı. Ha silme önüne vur. Ondan çıkaracağım bu. Vurdun mu? Vur. Yeri. Gitti. Yeri tuttu. 3 nefer kaldı. Yavaş yeri. Git yerinde otur. Yavaş. 3 nefer. Biz onlar geçsin yerine almışsın. Yok ulan. Şuna ona şey. Burada da taraf geçti yeriyse ha. Jüri. Ha. İndi. Aha. Sen de varsın sen bir şey. Daha şeyden. Kaçma. Ha hocam. Yaş. Oradan buraya Sık al ha. Kaç ederim oraya. Düz tutun yumurtluyu. Ne ben özüm ustamayacağım. Ha sen çok Yok ben özüm ustamam. Düz tut. Sen de kırıldı. düz tutun koy bir. Vallahi hadi bu. Ama onu vur bana. Sen yok. Ha ne zaman ben yok. Ne bu ya? Tutun. Siz tutun ben vururum. Hadi bağlam önüne sen tutun. Ha kırıldı. Ha yok ara sıkın. Ha kırılmışsın ha. Ayo. Ağzı bir yazı. Ha pişak. Aferin abi. Sen Kardeşim mutlu. İlham galada çaldı. İlham'a da bir tane ne bize de gel. Yarım katlama. Allah çek olsun. Allah. Şimdi nerede? O benim koşumdu, senin koşumdu. Camiden xahiş edirəm sizdən. Biraz önce gelip çiğnəmin istirahat eləmişik. Çıxaq çöldə bir qəşəng zurna havası. Oynayaq, gülək, 5-10 dəqiqə çöldə oynaşaq, gələk ikinci parti təzə olacaq. Bilirəm, hər birinizə ruzi bərəkət, can sağlığı alırım. Sağ olsun, belə məclisləri tez-tez təşkil edək, görüşək inşallah. Deməli bu oyunda Qurtlu məhəlləsi qələbə çaldı. Eşq olsun. Bilmirdim kimlə oynayıram mən. Haydi.
Hardadır? Sarıya oynamır. Sarıyev. Çok geç. Ne çəkirsən sən? Yok tamam. Sən çox çəkdin çəksən yoxsa? Şu 10 manat verim, 10 manatlıq getdi də. Sən yerdə sikir başını mı? Çox sağ olun bu məclisi təşkil elədiyinizə görə. Çox yerində məclisdir. Allah canınızı sağ eləsin. Bizi də dəvət edirsiniz, təşəkkür edirəm. Bu təkcə Gölkəndi yox, ailə gəlir Qaraqoyun mahalının tədbiridir. Bütün Qaraqoyun dərəsinin uşağına, böyüyünə, yaşlılarına kimi hamısını mən təbrik edirəm Novruz bayrağından. Allah hamısına can sağlığı versin, ömür versin. Hamı geriyə qayıtmaq umudundan yaşayır bu saat. Allah onlara onu nəsib eləsin bizim əhaliyə. Bir də mən onu əlavə eləmək istəyirəm ki, bugün gəlib çox gözəl bir məkanda, gözəl bir ildə, gözəl bir obada bir tədbiri keçirik. Uyvar olsun bu elin cəmaatı. Bunların da təbrik edirəm bayramlarını. Həmişə qoy ellərində, obalarında, kəndlərində, evlərində hamısının əmin-amanlıq olsun, bolluq olsun, Novruz bayramı olsun. Bayramı keçirmək üçün də Allah imkan versin. Təbrik edirəm hamınızı. Allah'tan sizə can sağlığı arzulayıram. Təşəkkür edirəm. Sağ ol Yasin müəllim, bu məclis təşkil edildi. Allah hamıya sağlığı versin. Ay uşaqlar, bayaq məclis başlayanda sizdən hamınızdan xahiş elədim. Bir nəfər kimi çıxış eləyənləri bir diqqətlə qulaq asırlar, nə olur? 5 dəqiqə, 2 dəqiqə səbr eləməyə nə verirlər ki? Qulaq asın. Kirvə, qatırsan arayı. Sağ olun. Bayramlarınız mübarək olsun deyirəm. Mən də Qaraqay kənd sakini Əflatunam. Yəqin çox adam soruşar kimdir o, danışır. Yəni özümü təqdim edeyim ki, mən də Qaraqay icmasının sədr maliyəm. Hamını təbrik edirəm bu bayram münasibəti ilə. Allah hamıya can sağlığı versin. Hamımızın bir arzumuz var ki, biz Ermənistanda elə bir bayram keçirək. Sağ olun, təşəkkür edirəm. Ürəyiniz nə istəyirsiniz?
da burada iştirak edir. Rauf'un, Tahir'in de yanında benim bir güzel kirvem var. Doğuşum var. Onu da dəvət eləmək istəyirəm burada. Kirvə, dur bərim. Tahir, Rauf, buyurun, söz sizindir. Bayzan, nasıl narazısın sen? Evet, herkesi salamlıyorlar. Hadi buraya. Hadi. Hadi buraya. Yine herkesi salamlayalım. Yasin Bey'in bir şey yanında. Yasin Bey'in selam saçacağım salam. Değişikten sahibi yaxşı məsələ çəkəcəm. Deməli, haradasa 3-cü sinifdə oxuyan ya 4-cü sinifdə Aksavadan bizə bir kız qonaq gəlmişdi. Nəsə bu onu doğrayanda kız dedi balkanı ver, indi mən doğrayam. Dedim, yox, özüm doğrayacağım. Oxumadan da mən qədər elədim, qız əlini çəkmədi. Dedim, indi balkı ilə vuracağım, əlini kəsəcəm. Deyir, kəsə bilməzsin. Balkı yoxsun, vurdum, 3 dənə parmağını kəsdim. Kulağına sağlık indi təzən deyirəm. İndi Yasin mənim baltalıydım. Sözü deyim, yenə də deyirəm. Bu gözəl Novruz günündə hər birimizi təbrik edirəm. Hər birimizdən uzun ömür, can sağlığı, ailə xoşbəxtliyi arzu edirəm. Bu Novruz bayram hamı üçün düşərli olsun. Hər bir evdə, ailədə musiqi səsi gəlsin, şən havalar gəlsin. Çünki bu sonralarda 2025-ci biraz bizim kəndə çox çətinliklər verdi. Allah ölənlərin haqqda rəhmət eləsin. Bu yollar o pis günlər bizdən uzaq olsun. Və hər birimiz yenə Novruz bayramı günü münasibətindən təbrik verirəm. Çox sağ olun. Əziz və hörmətli, elimizdə olacaq gözəl olan aşınız xeyir olsun. Bu güzel günde Xaçmazda hamımızın iştirakıyla Novruz bayramı yola salırıq, qarşılayırıq. Her bizim aləmizə götürəndə 8-10 nəfər var. Bu haradasa 60 nəfər olsa bu 600-700 nəfər edir. Onları da gördük bu gün buradadır. Deyil babalarımız, atalarımız hamısı ilə Xaçmazda Novruz bayramını keçirirlər. Bu güzel günde ne derdi? Bu güzel günde biz Gölkəndi yada salar. Gölkənd Qaravolu dərisinin gözü olmana baxmarıq. Çarşətdə var, Əmrxeydə, Bəriyavatda, Çılıqlıda, Salahda, Qarağada, hamısı oradadır. Gölkənddə böyük bizim müəllim dəstəmiz olur, müəllimlərimiz olur. Onların bugün burada iştirak şeyləri də var. Onları rəhmətli yavrulara can sağlığı iştirak şeyləri, oyunlara rəhmət eləsin. Və mən istəyirəm burada Cavanşir müəllim bırakıb gəlsin, Cavanşir müəllim, Yanıqbəli Cavanşir müəllim. Deməli, Gölkəndi orta məktəbin aparıcı müəllimlərindən biri olan İlyas müəllim olur, sonra Şöhrət əmi olubdu, onların Allah rəhmət eləsin. İlyas müəllim Gölkənddə Patron dəyişi, mənim dəyişdik və deyildi Gölkəndin sonra əsələ baxanda gündüz heç bir yerdə elə bir kənd olmuşdu, Zora hərdən. Meşəsi, dağı, çəməni, düzü, dərəsi, belə bir kənd heç adı görməmişəm. Bu İlyas müəllim deyildi. Və eyni anda İlyas müəllim deyildi ki, biz onların qohumuz, əqrəmiz olubdur. Onlara Allah rəhmət eləsin. Deyil, Yanıqbəlidən Qaraqoyun dərəsinə baxanda gecə. Yanıqbəlidən baxanda gecə. Bütün evlərdə işıq yanırdı. Bu mənzərə gene hesabda yox idi. Bu mənzərə elə bir ki, rəssamlar çəkmişdi. Biz də onların yaşayışları olmuşuq. Baxmırıq ki, 17 yaş, 20 yaş, 40 yaş tərk etmişik. Ancaq bugün o dərə kəndi, o mənzərəsi hamımızın gözü qalandadır. Gene bugünkü mübarək olsun. Hər birimiz ayaq üstə yox, gözəldir.
Azərbaycanda yaşayırıq, Bakıda məskunlaşmışıq. Bir günü Qazaq, bir günü tərəfi Lənkəran, Quba, digərləri. Allah Teala hamıza can sağ versin. Ömrünüz uzun olsun, gözünüz də xoşbəxt olsun. Sağ olun. Çox sağ ol, Rauf dəvət elədim. Bizim ulularımızı yadımıza saldı. İlyas Vam Allah rəhmət eləsin, elə deməliydi. Bütün dünyalar kötənlərimizə Allah rəhmət eləsin. İlyas Vam elə deməliydi, çünki Gölkənddə onun sevgilisi var idi. Sevgilisi, həyatı. Pəri böyümün eşqinə vallahi billahi Gölkəndi sağ ol, eyvallah. Bəs ev yoxdur, cavandır, zərəl yoxdur. Bağışlanmalıdır. Yəni Rauf çox sağ olsun. Dəvət elədi mən də sağlığına uyğun olaraq və mən də bir daha bu xatırlatma ilə bərabər yenə də Gölkənd ziyalılarının, Gölkənd cəmaatının bu kiçiyindən böyüyünə qədər hamısının bayramının mübarək olmasını, hər birinə can sağlığı, süfrələrinə ruzi bərəkət arzulayıram. Eləcə də burada iştirak edənlərin hamısına. Çox sağ olun. Minnətdarıq ki, baxmayaraq ki, mamam oğludur, mamam Gölkənd incəlinidir. O kənddən biz həmişə razı olmuşuq. Oranın insanlarından, oranın istər ağsaqqallarından, istər albiçəklərindən həmişə biz örnək götürmüşük. Nəyisə öyrənmişik. İstər elmi, istər oturuq durmağı, istər də bir-birinə hörmət eləməyi. Həmişə biz o Gölkənd tək bizim kənd üçün yox, mən elə bilirəm bütün Qaraqoyun üçün bir örnək olmuşdur. Ona görə də sağ olun. Yenə də burada iştirak elədiyim üçün özümü çox xoşbəxt istəyirəm. Sağ olun, var olun. Hər birinizi salamlayıram. Məndən qabaq tanışdılar. Bu Yasir solunda, Rauf sağında. Ürək dolusu Gölkənddən danışdılar. Ancaq Gölkəndə bir şey deyərəm ki, siz hansı nəyini görürsünüz? Gölkəndin ağır məclisləri olur, ağır toyları olur. Bir bərəkət Gölkənddə olur. Gölkənddə olduğunu söylədim. Orada biraz saçlı durun, Yasin deyil. Görün mü? Biraz özü edelim. Kulağın alsın. Azər biraz saçlı ol. Deməli, Gölkənddə olduğum üçün birinci Gölkəndlilərin bayramını təbrik edirəm. Gölkənddən bir adım qabağa getdim, bütün Qaraqoyunun bayramını təbrik edirəm. Ondan sonra biraz qabağa gələndə bütün Gülcan nərəsinin bayramını. Ondan sonra Göyçə, ondan sonra bütün Qərbi Azərbaycanın və axırda gələn bütövlükdə Azərbaycanın. Nə qədər Azərbaycanlı varsa. Böyle şey olur.
Ben artık yordum hani. Vurulmaz şərəf. Dediğim kimi ilk növbədə belə bir təşrif sürülmüşdü ki, Novruz bayramında belə bir tədbir keçirək. Bizim əziz qardaşımız Polat, Atif belə bir təşrif edədir ki, Mansurov, bu tədbiri təşkil etməyi sənə həvalə edirik. Və mən bu təşrifi məmnuniyyətlə qəbul elədim. Mənə elə gəlir ki, bu çox gözəl, möhtəşəm bir şəraitdə keçdi, qəşəng keçdi. Hamınızın, xahiş edirəm, qatmayın ona. Hamınızın ürəyinizcə oldu. Mən bura Polatla Atif qardaşımı dəvət eləmək istəyirəm. Qoy, onlar da öz rəsəllərini desin. Siz hamınız bilirsiniz ki, bizim kəndimizdə, elimizdə, Urfamızda sayılıb seçilən oğlanlardan biri Atif qardaşımızdır, biri Polatdır. Sizin hər ikinizi ailəmizdən başda olmaqla bütün qohum əqrabalarınızı, nəvələrinizi bu Novruz bayramı münasibətilə təbrik edirəm. Polat anan başda olmaqla mən zəng edib səni ana başda olmaqla təbrik eləmişdim. Allah hamınıza uzun ömür, can sağlığı qismət eləsin. Allah sağlamlıq qismət eləsin və Allah elə bir ömür bizə bəxş etsin ki, gedək Gölçətdə bu məclisi davam etdirək. Buyur Atman. Hörmətli, dəyərli kəndçilərimiz, el oğlanlarımız, Qarabağın cəmaatı. Mən də burada deyilən bütün təbriklərə qoşuluram. Əvvəla hamınızı, sizin bütün ailənizi, yaxınlarınızı, doğmalarınızı bizim müqəddəs bu bahar bayramı olan Novruz bayramı münasibəti ilə təbrik edirəm. Hər birinizin evində sevinç, xoşbəxtlik, sürələrinizdə ruzu bərəkət arzu edirəm. Bu üzümüzə gələn yeni ilimiz, Novruz bayramımız hər bir ailə üçün şəhər olsun. Hər bir ailədə biz bu sevinç səsləri eşidək, xoş xəbərlər eşidək. Yasin müəllimə də xüsusi təşəkkür edirəm ki, artıq bu belə deyək də ənənə demək olar. İkinci dəfədir ki, biz Gölçət cəmaatı olaraq təbii ki, Azərbaycan bizim vətənimizdir, doğma vətənimizdir. Ancaq belə deyək də bizim hər insan üçün vətən onun doğduğu yerdir. Biz öz doğma vətənimizdən bir qədər müvəqqəti də olsa aralı düşsək də, ancaq orada olan adət-ənənələrimizi burada saxlamışıq və ikinci dəfədir biz burada Novruz tədbiri həyata keçiririk. Birinci dəfə hardasa 2012-ci il olardı. 15 il bundan qabaq Şirvan torpağında, Şamaxı şəhərində biz qeyd elədik. Orada da həqiqətən çox möhtəşəm bir tədbir alındı. Biz orada Gölçətdə olan adətlərimizi, ənənələrimizi, Novruz bayramında olan tədbirləri demək olar ki, çox incəliyinlə, bundan da möhtəşəm belə də orada xanımlar da xüsusi əziyyət çəkir, müəyyən bir yeni il ənənələrindən nümayiş elətdirdilər, xüsusi ləzzət verdi. Bugünkü belə də sosial şəbəkələrdə də bugün də biz o kadrlar görəndə həqiqətən qürur hissi keçiririk. Yasin müəllim, çox sağ olun ki, ikinci dəfə belə bir tədbiri bu dəfə bizim şimal bölgəmizdə keçirdiniz, təşkil edədiniz. Ona görə sizə xüsusi razılığımızla təşəkkürümüzü bildiririk. İnşallah yəqin ki, növbəti tədbirlərimizdə hələ ola bilsin indi, orada təbii ki olacaqdır, Allah qismət etsin nə vaxtsa. Ancaq yəqin ki, Cənub bölgəsində, Qərb bölgəsində də ola bilər növbətlərimiz. Ancaq inşallah biz Qarabağ dərəsində bunu keçirməyi arzu edirik özümüzə, övladlarımıza, nəvələrimizə. Ona görə də bayaq səhv eləmirəmsə müəllimlərimizdən Cavanşir müəllim idi deyəsən,
Qaraqoyunlu dərəsinə balaca da olsa ekskursiya elədi. Bütün kəndlər hamısını bir-bir, adətlərindən, ənənələrindən, o kəndlərdə olan, belə deyək də, yadda qalan bir hadisələrindən qeyd elədi. Düzdür, bir İslam müəllim bir balaca narazı qaldı, Cılıqlı yaddan çıxmışdı, ancaq Cılıqlı Qaraqoyunlu dərəsinin baş kəndidir. Heç kim onu yadından çıxartmır. İslam müəllim, ona görə də Cılıqlı mən xüsusi qeyd edirəm. Arzu edək ki, bütün o dərə kətlərində yenə də bizim Oğuz şənliklərimizi qeyd edək. Qonaqlarımıza xüsusilə Qaraqoyunlu dərəsindən ucu Akkılıdan tutmuş Dağcılıqlıya qədər bütün kətlərimizdən olan hər kətdən də olsa nümayəndələrimiz var. Onlara da xüsusi salamlarımızı, hörmətimizi, ehtiramımızı bildiririk ki, Yasin müəllimin bugünkü dəvətini qəbul edib, gəlib bizim bu məclisi bax belə şənləndirdiniz. Təşəkkür edirik. Bayramımız bir daha mübarək olsun. Novruz bayramı bu hər bir ailəyə sevinç gətirsin bu ildə. Sağ olun. Mən də deyilən bütün arzulara qoşuluram, axşamınız xeyir olsun. Nə yaxşı ki, bayramlar var, bir bəhanə var, bir yerə yığışırıq. Buraya yığışan adamların hamısının içində necə deyərlər, bir ehtiyac var, biri-birinə mi, bir məclisə mi, bir danışığa mı, bir keçmişə mi. Ehtiyaclı adamların məclisi deyək buraya. Yəni, söhbət mənəvi ehtiyacdan gedir, biri-birinə olan ehtiyacdan gedir. Və burada indi olmayan bir-iki adam da var, bir neçə adam da var, üzürlü səbəbdən gəlməyib, onları da salamlayaq, təbrik edək. Mən xüsusilə Məhərrəm müəllimi, Əskər müəllimi, Məmməd müəllimi salamlayıram. Bizim kəndimizin müəllimləri olub. Hamımıza dərs keçiblər, vəziyyətləri var. Və o cümlədən hər kəsi. Mən Yasin müəllimə mən daha təşəkkür edirəm. Bugünkü məclisi təşkil elədiyinə görə tək başına bu qədər işlər görübdür. Və çox da udaçlı alınıb üstləmişkən. Çox maraqlı və sonluqlu bir tədbirdir. Və bu davamı gəlməsini mən də arzuluyuram. Və bizim bir futbolçularımızın qələbəsini qeyd edən məclisdə Yasin müəllimlə xahiş eləmişdik ki, belə bir Novruz bayramı təşkil elə. Bu formatda istəməmişdik. Biz biraz qadınlarla zadla şəhərdə, amma Yasin müəllim daha yaxşı fikirləşir, daha yaxşı təşkil edir. Və Yasin müəllimlə də xüsusi təşəkkürlər. Mən də arzu edirəm ki, bu məclislərimiz Gölkətdə, Qaraqoyunluda bir kənd təşkil olunsun, oralarda qeyd edək, özümüzdə, evlatlarımızda, keçmişimizlə, gələcəyimizlə uğra bağlı adamlar. Hər kəsə bayramı mübarək olsun deyirəm, hər kəsə xoş gəlmirsən deyirəm, hər kəsə uğurlar arzuluyuram. Və xüsusi təşəkkürlər hər kəsə ki, bu iştirak edirlər. Çox sağ olun. Sağ olun. Oldu. Yəni, doğrudan da bu məclisi belə bir yerdə təşkil eləmək mənə elə gəlir ki, bu 20 gün ərzində siz inanırsınız bunun nələr çıxır. Deyirdim, birdən alınmaz, birdən gəlməzlər, birdən iştirak edilməzlər. Özü də pensioner adam, xərcə borca düşür. Ancaq sizin mən dəvət elədiklərimizi, hamısını mən 100% bilirdim ki, burada məmnuniyyətlə iştirak edəcəksiniz. Çünki burada həmi Polad qaqamın, həmi Atif qaqamın da göstərişləri olmuşdur. Yəni, inisiativ onlardan gəlmişdir. Mən də bir böyük olaraq, bir təşkilatçı olaraq, təşkilatçılıqda da özünüz bilirsiniz ki, mən ölürəm də elə şeyləri üçün. Mən çox şad oldum ki, bizi hamımızı buraya yığıldıq, dəvət elədik. Allah'ın köməyi ilə gələcəkdə planlarımız, bir dənə planımız da var. Onu Allah qoysa yenə yığılacaq, söhbət edəcək. Gənclərimizi bir yerə yığılacaq. Mütləq yığılacaq gənclərimizi bir yerə. İndi burada mı olacaq, Bakıda mı olacaq, Sumqayıtda mı olacaq? Bəlkə Allah bilir elə yaxın zamanlarda kəndə keçib gedəcək, orada olacaq. Onu bilmək olmaz. Sizin hər birinizə yenə, Polad, Atif, sizə təşəkkür edirəm, Qadasın hanım. Çox sağ olun. Yəni, mənə siz, nətər deyim, ürəkdirək verdiniz, mənəvi dəstək oldunuz. Həqiqətən də
Elə hər buna zəng eləyən kimi deyildi ki, Mansur, olmaya bilməyə birdən çəkilərsən, bizi deyib yavr eləyərsən. Dedim, qaqa narahat olmayın. O məclis mütləq baş tutacaq, özü də onu yüksək səviyyədə keçirəcək. Sizin hamınıza bir daha Gölkənd cəmaatı adından, analarımız, bacılarımız, qızlarımız adından bir daha sizə təşəkkür edirik. Allah mübarək eləsin bizim bu məclisi. Ancaq mən bunu yekun sözü demirəm, birdən ağlınıza gətirər ki, Yasin müəllim dedi ki, durun çıxı gelin. Yox, öyle deyil. Ahıra kimi burada iştirak edirik. Nə vaxtı mən desəm, onda da ayrılacaq. Oldu mu? Sağ olun.
Aziz qonaqlarımız, axşamınız xeyir olsun. O kadar güzel sağlıklar ki hiç daha söz qalmadı. Mən də birinci növbədə Yasin müəllimə təşəkkür edirəm ki, belə bir gözəl məclis təşkil edir. Burada bizim hamımızın qaynaqları oturublar. O kadar güzel insanlar oturur. Hamısına can sağlığı arzulayıram. Bütün Qaravoyunlu dərəsinə, bütün Türk dünyasına bu Mövlid bayramında xoşbəxtlik, can sağlığı arzulayıram. Bayramınız mübarək olsun. Hörmətli məclis iştirakçıları, canziyərlər, Gölçəftilər, Qaravoyun dərəsi, burada iştirak edenləri, hamımız təbrik edirəm. Bugünkü Novruz bayramını Yasin qardaşımız burada təşkil ediyor, ona minnətlərim bilirəm. Allah hamıya can sağlığı, uzun ömür versin, sağlıqlı yaşayış versin. Bu bayramı biz arzu edirəm ki, Ermənistanda, kəndlərimizdə, yaşarı bir yerdə orada təşkil edilir. Allah hamıya can sağlığı, hamımızı təbrik edir. Sağ olun. Ben de bir kəlmə demək istəyirəm ki, hamımızın bayramımız mübarək olsun. Yasin çox sağ olun, təşəkkür edirəm, mən dəvətini təmin edirəm. Ona üçün onu bayramdan bir yerdə can sağlığı edirəm. Bir də bayramımız mübarək olsun. Çox sağ olun. Mən həmişə keyifli vaxtlarımda, rahat vaxtlarımda bu Aşıq Şəhriyar Qaraxanlının Göyçəkli havasına özü bilirsən, o Çiçək Mahmud qızını verişində olar. Ələsgərdən dərs alsın. Ulan mən xahiş edirəm ki, onu görək deyilik, təşkil edəsin.
gündür, 3 gündür fikirləşirdim ki, görən bir aparıcı hardan tapıb. Əməli başda aparıcılıq qabiliyyətim var imiş. Pensiya çıxmışam, bütün, nə deyim, nəyimi gizlətmişəm akazvayıca. İstedadını gizlətmişəm, akazvayıca yaxşı aparıcıymışam. Burada bizdə Yusif qardaşımız iştirak edir. Ondan sonra bizim bir Şıltaq kətçimiz, qovamımız var. Mirzə. Oradan o tərəfdə qızı mənə sırıyan bir qardaşımız, bir də Rafiq. Sizin dördünüzü də buraya dəvət edirəm. Bir ürək sözlərinizi deyin. Özlər bu sizə təmin oynamaq deyil, əlinizi də cibinizə sağın, aşırın da nəmərini verin. Tutarın da bu işlərdən. Gəlin. Yenə görə çox gözəl tədbirdir, Allah canını sağ eləsin. Mən də kəndçilərimizin hamısının bayramını təbrik edirəm. Qoy bizim bu tədbir ənənəvi bir hal alsın, hər il keçirilsin. Hər il keçirilsin, Novruz bayramı. Çox sağ olun, təşəkkür edirəm, minnətdaram. Axşamınız xeyir olsun. Böyüklərdən üzr istəyirəm, burada çıxışıyım. Bu 15 il bundan qabaq Şamaxıda Yasin müəllim bir dənə qəşəng tədbir təşkilləmişdilər. Orada rəhmətli Nəsir Tayyib, Novruz müəllim və digərləri var, Allah rəhmət eləsin hamısına. Orada yaxşı çıxış eləmişdilər. O tədbir təşkil edənlərə də Allah can sağlığı versin. Orada Nəsir Tayyib bir yaxşı söz deyir, aşıq deyir, axırda manat deyir ki, Allah 20 manat verirəm, mən çəkməm. İndi bayaqdan mən hissəyə biraz replik atıram. Deyir, Allah sana 20 manat verim, mən çəkməm. Allah sizin hamınıza can sağlığı versin. Doğrudan da Yasin müəllim çox gözəl təşkil edib. Mən Yasin müəllimə təklif elədim ki, dünənləri. Yasin müəllim, biz onsuz da, bax burada eləşənlər birbirimizi tanıyırıq. Gəlin bunu bir dəfədən ailəvi şəkildə eləyək ki, ailələrimiz də birbirini tanısınlar. Onsuz da xeyirdə, şəhərdə bu simalar hamısı eyni zamanda görünürlər, birbirini tanıyırlar. Düzdür Polat xanım? Bir ailəvi şəkildə səliqəli ailələri yığaq, təşkil edək, qoy gənclər də, ailələr də birbirini tanısın. Onsuz da biz bir-birimizi tanımaqdan bəlkə də biraz gezmişik. Allah sizin canınızı sağ eləsin, Novruz bayramınız mübarək olsun. Doğrudan da çox super bir tədbir oldu. Mən inanmıram, bura kimsə dəvət olunar, gəlməyə. Elə bir şey yoxdur. Hər kəs dəvətlidir, hər kəs də burada əyləşir. Yasin müəllim bayaq dedi, dəvət elədi. Dedi ki, bizim burada evimiz var qalmağa. Bizim də yuxarıda Qubada evimiz var, axşam gedəcəyik. Kim istəsə qonağımız ola bilər, bizlə qalsınlar. Davam eləyək, inşallah səhər qaydarıq Bakıya. Bir daha bayramınız mübarək olsun. Hər bir Azərbaycan ailəsinə, Azərbaycan xalqına, Qaraqoyunlu mahalına xoş günlər arzulayıram. Hər zaman qapınıza toya gələk. Başqa o biri işlər olmasın, Səmədin evi yox. İşi olmasın, amma biz Səmədi görərik. Allah hər birinizə can sağlığı versin. Mən də eyni zamanda burada məclisdə iştirak edənlərin hamısının bayramını təbrik edirəm, bayramınız mübarək olsun. Həmişə belə xeyir işlərdə görüşək. Sağ olun. Yasin müəllim, təşəkkür edirəm. Bu məclis üçün sənə xüsusi minnətdarlığımı bildirirəm. Mən bu aşıq qardaşım, həmişə mənim bir havam var, həmişə deyir, mənim dərdim özgə dərddə çalınmaz. Oxu, o zaman, oxu mənim dərdimi. Bax, bu havanı mən yalandan seçməmişəm. Allah ölənlərimə rəhmət eləsin. Mən sənə Qaraqoyunun balaca bir xəritəsini çəkim. Yasin müəllim çox üzr istəyirəm. Birdən biraz çox olar. Böyüklərimizdən hamısından üzr istəyirəm. Bizim məmləkətimizin düz
Qazaxdan başlayır. Bizim məmləkət Qazaxın düz o Kurubundan, Çinardan yuxarı hamısı Qaraqoyunlu dərəsidir. Ta gedir Gədəbəyə qədər. Bir tərəfdə Tovuzdur. Bax bu aralıq Qaraqoyunludur. Bizim dədəmiz Dədə Qorqudu Tanrı hər millətə bir alət verdi. Allah can sağlığı versin, Məhəmməd İsmail bunu dilindən səsləndiribdi. Hər bir millətə bir alət verdi. Bizim millətə sazı verdi. Harda saz var, orada türk var. Harda türk var, orada saz var. Mən bu Novruz bayramı deyəndə həmişə bircə şey düşünürəm. Deyirəm ki, o Dədə Qorquddan gələndir, hər uca dağın başında bir tonqal yaxırdılar. O qələbə müjdəsi idi. Arzu eləyirəm ki, bizim harada zirvələrimiz var, orada tonqallar qalansın. Çünki o tonqalın biri Savalanın zirvəsində olacaq, biri Murğuzun zirvəsində olacaq, biri ta Hindistana qədər uzanacaq və o bizim bütün Azərbaycanın bayramı olacaq. Biz bugün bura yığışmaqda bircə müjdəmiz var, bircə bir müjdəmiz var. Xoş kimlərinsə halına ki, onu görəcəklər. Mən 100% əminəm ki, Qaraqoyunluya kimsə dönəcək. Bəlkə mən dönəməyəcəm, ancaq 100% əminəm ki, o torpaqlar Azərbaycanın torpaqlarıdır. O nə vaxtsa bütövləşəcək, o paytaxtı Təbriz olan bütöv və qüdrətli bir Azərbaycan olacaq və o tonqallar hökmən o zirvələrdə qalanacaq. Qoy bu zirvələrdə ucalsın, onu Dərbənd görsün. Qoy o zirvələrdə görsün, onu Təbriz görsün. Böyük yazarlardan biri deyir ki, orada bir yol var uzaqda, o yol bizim yolumuzdur. Dönməsək də, varmasaq da, o yol bizim yolumuzdur. Orada bir ev var uzaqda, o ev bizim evimizdir. Dönməsək də, varmasaq da, o ev bizim evimizdir. Biz evə hökmən qayıdacağıq. Ancaq onu kim görəcəksə, xoş onun halına. Öpürəm, təşəkkür edirəm, aşıq. Canını sağ ol. Nasip oradan bir Məhəmməd var ver, mən də o kişilərlə oynayacağım. Aysa o dediğin arzularımız için olsun da. Şükür Allah, her şey güzel olur. Radyosu mübarek.